Əvvəllər necə idi? Qıza elçi gedirdilər, elə elçilikdə həsini alıb şirin çay içirdilər, növbəti dəfədə üzüyü aparıb qızın barmağına taxırdılar, olurdu bu da nişan. Amma indi nə baş verir? Öncə tanışlıq, sonra elçilik, sonra ən sonda nişan. Təbii ki, bu hər kəsin öz işidir. Amma, əzizlər, oğlan evini bu qədər zəhmətə, əziyyətə salmağa dəyərmi? Çünki oğlan evi hər dəfə qızın evinə əli boş gedə bilməz. Qıza, qızın anasına, evdə gəlinləri, bacıları varsa onların hər birinə ayrılıqda hədiyyə alınmalıdır ki, bu da bir aləm xərc edir. Və qarşıda hələ toy var. Toydan ziyanla çıxıb 1 il, 2 il bank krediti ödəyən oğlanlar olur. Sonra da deyirik ki, bu oğlanlar niyə evlənmək istəmir? Bunu gördükləri üçün evlənmək istəmirlər. Gözləri qorxur. Dostunda görür, qardaşında görür, gözü qorxur. Yəni, oğlan evini oğlanı bu qədər əziyyətə, zəhmətə salmağa dəyərmi? Mən düşünürəm ki, əgər iki gəncin əsas niyyəti ailə qurmaqdırsa, o zaman bir elçilik olsun, bir nişan, toy. Yoxsa ki, toya qədər bayramlıqlar, seyranlıqlar, sevgililər günü, 8 mart, qızın ad günü, qızın anasının ad günü və s. Bunun hamısı oğlan evi üçün yükdür. Təbii ki, hansı oğlan evinin gücü çatırsa, hansı oğlanın maddi vəsaiti bunlara imkan verirsə, onlar bunu etsinlər. Amma əgər qız görürsə ki, onun nişanlısının yüksək bir gəliri yoxdur, ortabab bir ailəsi var, gücü çatmır hər dəfə bu qədər bayrama, seyrana, gərək qız da, qız evi də oğlan evinə müəyyən güzəştlər etsin. İnanın ki, dünya dağılmaz. Əgər gerçəkdən sizin niyyətiniz o oğlanla ailə qurmaqdırsa. Yəni, arzularınız da o oğlanın imkanlarını gərək aşmasın. Ya elə oğlan seçin ki, sizin qızıldan heykəlinizi qoysun, sizin üçün hər şey etsin. Yaxud da sevdiyiniz, seçdiyiniz oğlanın imkanı nədirsə, arzularınız da o imkan qədər olsun, o imkanı aşmayın. Çünki oğlan da sizi sevir, sizin hər arzunuzu həyata keçirmək istəyir. Buna maaşı çatmır, gedir bir kredit götürür, 2 kredit götürür, 3-cü krediti götürür. Ailə qurandan sonra nə baş verir? Bir aləm yığılmış kredit, ailənin öz xərcləri və burada artıq konfliktlər yaranır, oğlanın maddi gücü çatmır. Yəni, qurduğunuz ailənin təməlini sağlam qurun. O ailənin təməlini kreditlə, borcla, xərclə qurmayın. Əgər gerçəkdən niyyətiniz sevdiyiniz oğlanla ailə qurmaqdırsa.